Atam hər eşitdiyi adamı mənimlə müqayisə etməsi. 10 milyon euro mükafat kazandı. Arda Güler. Əhsən bala. Əlbəttə ki Arda Gülər. Elə Arda gülməlidir. Də mən güləs deyirəm ki, bunu kimi oğlana param gülər, boyum ağzı patlasın. O günlər demişəm ki, get bir dəstə petruşka, bir dəstə keşkeş, bir dəstə soğan al. Gedim üstüme cimri təkər alıb gətirib. Ay sən 84 yaşın var, ağrım. Bir qardaş adamın adında da olmalıdır. Bu Arda Gülər. Ay adı 12 milyon eurodan başlayır. Bax, Ruzi Bərəkət yağır adından. Buna bax, Məhməd Quliyev Qanda. Yox bir qatqabı İlgəl adından baş satlayır. Arda Güler ata nenesinin yubileyine Madrid şehrinin 50%'ını aldı ve hediye etti. Əhsən sənə, maşallah. Bax gör nənəsdə gör nə eləyir. Yoxsa bu öz nənəsdə mənim anama. Bayramlıqdır. Getdim arvadın qabrının üstünə bir. Getdim bir bayramlıq aldım qoyum. Axşam getdim ki konfet yoxdur. Sən 3 kilo konfetin acısısan. Öl gir yerə. Bəlkə vaxt adamsan da oğrul konfetləri. Arda Güler'in az yaşı olmasına bakmayarak öz servetiyle top 90'a girdi. Ala. Bu da girdi də bala, bu da girdi. Hara girdi? Girə bilmədi. 6 dənə müəllim yanına qoydum. Əslində verset devri. Girən elə mənə girdi 60 manatdan. Yəni bir yerə girə bilmədi. Əsəbləşsin. Evet haber keçirib və nəzərinizə çatdırmaq istəyir ki, Elon Musk öz oğluna təntənəli toy keçirdərək ona Bugatti hədiyyə elədi. Hanı mənim sigaretim çıxım sigaretim. Elon Musk deyir ki, oğluna bir dənə təntənəli toy keçirdib deyir. Deyir Arda Gülər 8 milyon. Amma əslində baxın, hər kəsin mən deyərdim ki, indi bilmirəm %80'in atası belədir ya. Məndə də belədir vəziyyət. Yəni nə yalan deyim. Amma belə bir söz deyim də sizə, bu düzgün bir şey deyil kimləsə müqayisə etmək. Sözün açığı burada ironidir, gülmək üçün paylaşdılar. Amma yəni bizdə bu şeylər yığışdırılmalıdır. Yəni kim kimdən nəysə. Bəlkə də kimsə evində atası deyir ki, məsələn, bax indi filan kəs bunu eləyir. Sənin atanda onun uşağını, məsələn də, yəni. Əslində bir-birinizdən xəbəriniz oluyor, tema budur. Bir dəfə mənim başıma gəlmişdi bu imtahan ərəfəsində. Onda mən evdə dedilər, o qədər dedilər ki, bir dənə dostu vardı. Getdim, dedim ki, kirmişdir da artıq bəsdir.